Çıxart, tazı çıxart. Yağı filtri dəyişmək olmaz. Nə bilim, arala tazı. Yağı filtri dəyişmək olmaz. Nə bilim, bunun kitabçasında yazılır. Belədir, görsünüz. Görsünüz qırılır. Taz qırılıb. Vırıb bu paketdə qırıb. Bunun da səbəbi bilirsiniz nədir, qardaş? Yağı filtri dəyişilməyib. Vaxtında bolt açılıb. Zavodun defekti var bu korobkalarda. Həmən bu bolt açılıb. Taz qırılıb buradan. Taz qalxıb yuxarı vurub bunu da qırıb. Və friksiyonda da yenilik var. Amma yağ filtr vaxtına dəyişsəydi, bunlara baxış keçirilsəydi, o bolt qaytarılıb yerinə sıxılsaydı, çək açarla normal solidini ideal iş görülsəydi, bu vəziyyətə gəlib çıxmazdı. Bu da ki öz yağı deyil. Yəni indi tökülüb, təzə yağdır. Köhnə yağı buradadır, baxın. Yağı nə vəziyyətdədir. Yağın görürsünüz. Yolu təmizlənib korobka, təzə yağ tökülüb içinə. Sadəcə olaraq bu detal dəyişəcək bir dənə qabıq. Ona görə qardaş, yağı filtri vaxtına dəyişmək lazımdır. Tazın boltunu 4 kilo içindən sıxmaq lazımdır.